Madagaskar Hind okeanında Afrikanın şərq sahillərindən təxminən 400 kilometr uzaqlıqda yerləşən dünyanın 4-cü ən böyük adasıdır. Ölkə təbiəti, bənzərsiz ekosistemi və zəngin mədəniyyəti ilə bütün dünyada tanınır. Burada olan heyvan və bitki növlərinin 90%-i dünyanın heç bir yerində yoxdur. Madagaskar 587 min kvadrat kilometr ərazisi ilə dünyada 46-cı ən böyük ölkə, adalar arasında isə 4-cü ən böyük ada sayılır. Madagaskarın əhalisi təxminən 30 milyon nəfərdir. Əhalinin böyük hissəsini malaqaşlar təşkil edir. Bundan başqa fransızlar, hindlilər, çinlilər və Komor adalarından gələn insanlar da burada yaşayır. Ölkədə 2 rəsmi dil var. Bunlar malaqaş dili və fransız dilidir. Malaqaş dili əhalinin böyük hissəsi tərəfindən danışılır. Fransız dili isə əsasən rəsmi sənədlərdə və təhsildə istifadə olunur. Madagaskarda əsas dinlər xristianlıq, İslam və yerli inanclardır. Xristianlıq, katolik və protestant qruplar arasında yayılıb. Ölkədə bəzi insanlar ata-baba inanclarına sadiq qalır və ruhlara ibadət edirlər. İslam dini isə əsasən sahil bölgələrində yayılıb. Ölkədə dini tolerantlıq yüksəkdir və insanlar bir-birinin inancına hörmət edirlər. Madagaskarın iqtisadi vəziyyəti zəifdir və əhalinin böyük hissəsi aşağı gəlirlidir. Ölkənin əsas gəlir mənbəyi kənd təsərrüfatıdır. Düyü, banan, qəhvə, kakao və vanil kimi məhsullar yetişdirilir. Madagaskar həmçinin dünyanın ən böyük vanil istehsalçılarından biridir. Ölkədə balıqçılıq da əhəmiyyətli sahələrdən biridir və sahil bölgələrində insanlar balıq və dəniz məhsulları ilə dolanır. Madagaskarın mədənçilik sektoru da mövcuddur. Burada qızıl, qiymətli daşlar, nikel və titan çıxarılır. Lakin bu sahədə əldə olunan gəlirin böyük hissəsi xarici şirkətlərin nəzarətindədir və yerli əhaliyə az təsir edir. Turizm Madagaskar üçün böyük potensiala malikdir, çünki ada unikal təbiəti və nadir heyvanları ilə məşhurdur. Lakin şəraitin zəif olması, yolların bərbad vəziyyəti və otellərin azlığı bu sektorun inkişafına mane olur. Şəhər yerlərində kiçik bizneslər, mağazalar, restoranlar və nəqliyyat xidmətləri əhalinin dolanışıq mənbələrindən biridir. Lakin ölkədə işsizlik yüksəkdir və insanların çoxu gündəlik ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Ölkənin iqtisadi inkişafının qarşısında duran əsas problemlər korrupsiya və siyasi qeyri-sabitlikdir. Madagaskarın rəsmi pul vahidi ari-aridir. 1000 ari-ari 36 Azərbaycan qəpiyinə bərabərdir. Madagaskar insanları ümumiyyətlə mehriban, qonaqpərvər və sakit təbiətli insanlar kimi tanınırlar. Ölkə vətəndaşlarının həyat tərzi və dəyərləri əsasən ənənələrə və ailə bağlarınadır. Azərbaycanla Madagaskar arasında məsafə 7300 kilometrdir. Məsafə uzaq olduğundan Bakıdan Madagaskarın paytaxtı Antananarivoya birbaşa uçuşlar yoxdur. Bu ölkəyə səyahət adətən İstanbul, Doha, Paris və Dubay kimi tranzit şəhərlər vasitəsilə həyata keçirilir. Uçuş müddəti isə marşrutdan asılı olaraq 15-25 saat arasında dəyişir. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olub dəstəkdə ola bilərsiniz.